Köynələr. Yadınızdadırsa, bu yaxınlarda mən sizə OGS kampaniya haqqında bir məlumat vermişdim və vurğulamışdım ki, köynələrin kampaniyasıdır. Bu dəqiqə mən yenə onların ofisindəyəm. Baxın görün, nə gözəl ofisdir. Sizi bilmirəm, mən belə bir ofislərə gələndə, yəni mənə şəxsən ləzzət eləyir də, yəni özümü belə bir adam kimi hiss eləyirəm. Yəni özünüz başa düşürsünüz də, maşallah, mənə də etibar burada o qədərdir ki, yəni bax gəlirəm bura, hələ bir ki öz yerimdir. Özümü yəni tam sərbəst şəkildə burada öz yerimdə kimi hiss edirəm. Yəni bir də xatırladıram ki, OGS şirkəti Köhnələr kanalının, yəni mənim kanalımın sponsorudur və mən yenə sizə həmin şirkət haqqında məlumatın davamını vermək istəyirəm. Yəni bəzi şirkətin case-ləri, gördüyü işləri sözsüz ki, bunlar hamısı konfidensial bir məlumatdır. Yəni mən detallara getməyəcəm. Amma onu sizə demək istəyirəm ki, OGS şirkəti maşallah yaxşı bir-iki dənə qəşəng, bir dənə ləzzətli kontraktlar tutub, yəni müqavilələr bağlayıb bu yaxınlarda və çox güman ki, bu yaxınlarda həmin o müqavilələrin bəhrəsini biz görmək üzərindəyik. Yəni inşallah görəcəyik. Sizlərə də hamıya məsləhət görürəm. Yəni kim məni tanıyır, indi çoxu tanıdı. Çox güman ki, bu kimin şirkətidir, kimlər burada işləyir, kimlər bu məsələnin dalında durub, biləsiz. Yəni oil, qaz, supply, ağır sənaye, neft sənaye, yüngül sənaye üzrə təchizat şirkəti axtarırsınızsa, hər cür bir tipli təchizat, yəni avadanlıq, material, siz birbaşa, yəni ki, OGS şirkətinə müraciət edə bilərsiniz. Yəni mən bu videonu paylaşacağım bütün hesablarımda, Instagram hesabımda, həmən şirkətin Instagram hesabına keçidi qoyacağam. TikTok platformasında özünüz bilirsiniz, telefon nömrəsi yazılanda blok olunur, amma birtər onu da yəni orada yerləşdirəcəyəm. Fikir verin, ad, yəni videonun ad bölməsində həmən şirkətin kontaktlarını mən göstərəcəyəm. Bu qədər, necə deyərlər, mən istəyirəm ki, biraz bu stereotipi sındırım. Millət həmişə gedir, nə bilim, reklamlar eləyirlər, danışırlar dönərxana, kebabxana haqqında. Amma belə bir şirkətlər var. Yəni, bəli, bu reklamdır. Yəni, bu xatırlatmaqdır, bu məlumat verməkdir. Mən istəyirəm ki, siz biləsiniz ki, bax, belə bir şirkət var. Yəni, sizin də nəsə işiniz olsa bu istiqamətdə birbaşa müraciət edə bilərsiniz. Qəlbdən qəlbə bu qədər.